Eşitdiyimə görə sürücünü döyüblər. Bu sürücü niyə döyülməlidir? Bir qrup şəxs əvvəlcə sürücünü avtobusdan aşağı düşürür. Daha sonra ona hücum edir. Görüntülər Abşeron rayonunun Xırdalan şəhərindəndir. Abşeronda sərnişin avtobusunun sürücüsü vəhşicəsinə döyülüb. Hadisə Xırdalan şəhərində 135 sayılı avtobusun son dayanacağında, yəni hazırda dayandığım bu ünvanda baş verib. Belə ki, bir neçə şəxs sürücüyə hücum çəkərək onu döyüblər və xəstəxanalıq ediblər. Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslər sürücü Aqil Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər. Baş vermiş hadisə anban olaraq ərazidəki kameralara düşüb. Sürücü həmkarım dayanacaqda dayanıb, sərnişinlər mindirib. Bundan gəlib o maşın dayanıb qabağında, bunların arasında mübahisə yaranıb. Beləncə, sonra eşitdiyimə görə sürücünü döyüblər. Bu sürücü niyə döyülməlidir? Yəni bizim işimiz bu, əhaliyə xidmət edirik biz. Elə hər yoldan keçən, hər balaca maşın gəlir, girir, nə bilim, irad tutur bizdə. Biz avtobus sürücüsüyük də, sadəcə biz işimiz budur. Başqa nə deyim? Mən də eşitmişəm ki, sonra mübahisə olub gəlib bizim o A nöqtəsində bizim sürücü yoldaşımızı döyüblər. O da xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Dinaz TV-yə bildirib ki, fakta görə cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 sayılı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron rayon polis idarəsi tərəfindən ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinaz TV üçün.